və mənim oxumağıma birbaşa belə deyək də səbəbkar atam olub. Və o mənə həmişə deyirdi ki, sən çox böyük uğur qazanacaqsan, oxuyacaqsan, yüksək nəticələr əldə edəcəksən. Mən qəti şəkildə inanmırdım. Çünki mənim 8-ci sinifdə oxu vərdişim cəmi 1 dəqiqədə 20 söz olub. Yəni indiki 1-ci sinif səviyyəsində. Və oxuyub, nəyisə oxuyub başa düşməkdə çox ciddi problem çəkirdim. Orada müəlliməm dedi ki, sinif rəhbəri, sən dedi, çox zəifsən, bax, yaxşı oxumasan səni buradan stribitiya sürətindən qovacaq. Və mən hər an deyirdim ki, mən bu məktəbdən qovulacam. Amma papam həmişə məni həvəsdən salmırdı. Çünki müəllimlərin növləri var, deyir, oxudan müəllim, öyrədən müəllim, izah edən müəllim və ən ali müəllim ruhlandıran müəllim. Yəni, ruhlandıran müəllim heç nə öyrətmir. Amma səndə olan gücü və potensialı kəşf eləyir və sənə olan gələcək uğurlarının sanki müjdəçisi kimi çıxış eləyir. Və mən sadəcə inanırdım. Qurani Kərimdə də var. Deyir, nəyəsə inanmayanda, nəyisə haqqında reallığı bilməyəndə iman gətirin və bu gerçəkləşəcəkdir. Və mən sadəcə atamın sözünə inanaraq oxumağa başladım. Və həddindən artıq zəhmətkeş bir insana çevrildim. Sanki universitetə qəbul olmaq bu həyatın hər şeyi deməkdir. Və mən oxu vərdişim olmadığına görə nə vaxt şeir düşürdü, nə vaxt əzbər materiallar düşürdü, çox sevinirdim. Hansı ki, şeiri əzbərləmək digər mətnləri bilməkdən 10 qat çətin idi.